Bugün Abşeron yarımadasında Azərbaycan iqtisadiyyatının 95% formalaşır. Bu nə deməkdir? Büdcənin 98% Abşeron yarımadasında formalaşır. Azərbaycan məhz, yəni Azərbaycan Abşeron yarımadasından ibarətdir. Xeyr. Bunun Lənkəranı var, Astarası var, bunun nə bilim Tovuz'u, Qazağı, nə bilim şimalda Xaçmazı, Qubası var. Və yəni Naxçıvana keçən il büdcəsində 250 milyon manata qədər vəsait ayrılıb Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı çərçivəsində. Naxçıvan hökuməti bunun 1 milyonunu xərcləyib. Cəmi 1 milyonunu xərcləyib. Arqalan, bax, bu dövlət bunu ayırıbdır. Bu dövlət bu 250 milyonu sənə 249 milyon vəsaiti ayırırsa, demək o proqram çərçivəsində. Bunu bir adam eləmir ki, bunu bütün bir komanda, İqtisadi blokun komandası hesablayıb, ölçüb, biçib ki, sən bir il ərzində bu layihəni keşəkləşdirib, bu Naxçıvanın sosial-iqtisadi inkişaf proqramı çərçivəsində bu işləri görüb, nəticə itibarilə bu iqtisadiyyatın qalxmasına, ölkənin, regionun sosial-iqtisadi inkişafına... Heç nə, hamısı prezident geri götürdü. Məcbur geri götürdü, 2 dənə sərəncamla geri götürdü və o yerdə qalan vəsaitində cəmisi 1 milyonunu xərcləyə bildilər və demək olar ki, yəni, o proqram praktik olaraq həmin il üçün, keçən il üçün reallaşmadı.